Hər vaxtın xeyirli olsun. Necə ki, hər evə bir əşya lazım olur, videolar listəsində də lazım olan video görünəndə adam sevinir. Bu gün sənə əziyyəti az olan, amma bəhrəsi çox gözəl olan hinduşkanın düzgün və çox rahat doğranması qaydasını təqdim edəcəm. Hinduşkanı doğrayanda çünki ağla gələn ilk şey balta və yaxud da böyük bıçaq olur. Amma bu quş doğrayanda bütün sümüklərinə qədər rahat şəkildə ayrılır. Videonu elə çəkmişəm ki, izahat verməsəm də olar, amma yenə də biraz izahat vermək istəyirəm. Deməli, onurğa tərəfindən hinduşkanı iki hissəyə ayırandan sonra için yururuq. Hinduşkanın daha sonra qanadlarını, budunu və bud dibini filedən bir yerdə ayırırıq. Fileni də baxın bu formada ayırandan sonra bud dibi qalır əlimizdə. Yerdə qalan hissəni də üst tərəfindən kəsirik və digər sümüklü hissəsini də quş doğrayanla bölürük. Yerdə qalan bu qabırğa hissəsini isə iki hissəyə bölməyə ehtiyac yoxdur, çünki bişirəcəyimiz hər bir şeydə sümüyün xılcıqları çıxa bilər. Bu hissəsini xüsusən çəkmək istədim. Baxın, boyun hissəsi ən möhkəm yeri olduğuna görə quş doğrayan əlinizdə əgər bərk qalıbsa, onu bir sağa bir sola vuranda daha rahat doğramaq mümkündür. Baxın, file hissəsini arxa tərəfinə çevirib sümüyü doğrayandan sonra fileni də iki hissəyə bölürük. Bütün hissələr belə qəşəng səliqəli doğrayandan sonra bir də doğrama taxtasına baxacaqsan ki, bütün hissələrin hamısı səliqəli doğranılır. Bu delikates ətdən də ən sevdiklərim döşəmə plovdur, dolmasıdır, şorbasıdır və şabal qorma. Bəs sən hinduşka ətindən ən sevdiyin hansıdır? Şərh bölməsində bildir.